Aha, demək, yarım kloş ətəyin çertyojunu biz hazırlayırıq, lekalını hazırlayırıq. Bunun üçün bizə sadəcə iki ölçü lazımdır. Bel dairəsi və uzunluq. Bel dairəsi 60 sm götürmüşük, uzunluq isə 40 sm. Demək, ətəklər boy uzunluğuna görə 3 yerə bölünür. Mini, midi, maxi. Bizim hazırlayacağımız yarım kloş ətək mini bir ətək olacaq və biz kifayət qədər burada parçaya qənaət etmiş olacağıq. Ətəyin uzunluğu artdıqca parçanın israfı da xeyli artır. Yəni yarım kloş ətəkdə belə deyim, bizə parça çox lazım olur. Narahat olmayın. Dərsin sonunda, mövzunun sonunda mən sizə nə qədər sizə parça lazımdırsa onu qeyd edəcəm. Bir də mən həmişə tələbələrə deyirəm, qanlı ətək var, yarım kloş və kloş ətək var. Bu ətəklərin hazırlanmasında müxtəlif cür düsturlardan istifadə olunur. Yəni mən sizə bunu öyrədirəmsə, bu demək deyil ki, digərləri yanlışdır. Xeyr. Kimə necə rahatdırsa, yəni hansı üsul rahatdırsa, o üsuldan istifadə edir. Mən sizə belə deyim, seçdiyim, içərisindən aradığım ən rahat olanı, ən yaxşı yadda qalanı sizə göstərirəm. Professional dərzlər demək olar ki, kloş, yarım kloş ətək biçəndə ümumiyyətlə düsturdan istifadə eləmir. Onların belə mexaniki bir hesablaması var. Siz də gələcəkdə, belə deyim, müxtələşəndə, professional olanda artıq rahat şəkildə, çox rahat şəkildə kloş ətəyi, yarım kloş ətəyi hazırlayacaqsınız. Demək, bizə lazım olan ölçülər bel dairəsi və uzunluqdur. Bizim bel dairəmiz 60 sm-dir, uzunluğumuz isə 40 sm-dir. Baxın, burada deməli, bir dənə düsturdan istifadə edirik. Bel dairəsini bölürük 3-ə, çıxırıq biz 1, üzr istəyirəm. Deməli, bizim bel dairəmiz 60 sm-dir. 60 sm bölürük 3-ə 20, 20-dən biri çıxırıq 19 sm qalır. Belə bir xətt çəkirik. Şaquli və üfüqi. Üfüqi A-dan B-yə, şaquli A-dan C-yə doğru. Biz bu aldığımız 19-u A-dan B-yə doğru qeyd edirik. Bu bizim ətəyin bir hissəsini tapmaq üçün yaratdığımız radiusdur. Deməli, A-dan B-yə 19 sm-i biz çəkirik. Bir xətt çəkmişdik üfüqi, digəri isə şaquli idi. A-dan B-yə doğru 19, bir də ortadan xətt sizə rahat olsun deyə qeyd eləmişəm. D nöqtəsi qeyd edirik, 19 düşürük, D nöqtəsini qeyd edirik. Məsəl üçün, təsəvvür edək ki, mən metrə ilə ölçmüşəm. Sizdə burada alınıb bizdə 19, burada 19 və burada da 19 sm alınıb. Daha sonra biz yaranan bu nöqtələri yarım dairə formasında birləşdiririk. Bu olacaq bizim ətəyimizin bel hissəsi. Uzunluğumuz nə qədər idi? Həmin bu alınan bel hissəsindən sonra biz 40 sm aşağı düşürük. Metrəni götürürük. Aha, bel xəttini biz tapdıq və metrəni götürürük. Baxın, yerləşdiririk B-dən kənara doğru. Aparırıq, 40 sm işarələyirik. Sonra gəlirik bu istiqamətdə. 40 sm işarələyirik. Yavaş-yavaş bel xətti ilə 40 sm nöqtələyirik, ta ki, qat xəttinə çatana qədər. Və işarələdiyimiz 40 sm-ləri yarım dairə şəklində birləşdiririk. Biz üfüqi və şaquli bir xətt çəkmişdik. Bu bizim qat xəttimiz idi. Bu isə bizim ətəyimizin uzunluğudur. Yarım kloş ətək 2 qat olur. Parça 2 qat qatlanır və lekalımız isə 1 ədəd çıxır. Baxın, bu formada biz bunu kəsdikdə bu formada belə bir lekal alınır. Deməli, biz nə etdik? Bir də başdan izah edim sizə. Bel dairəsini 3-ə bölüb, bir çıxdıq, aldıq 19 sm. 19 sm bizim ətəyin radiusudur. Hansı ki, biz bel xəttini tapmaq üçün, baxın, bu xətti tapmaq üçün o düsturdan istifadə edirik. Deməli, üfüqi bir xətt çəkdik, şaquli bir xətt çəkdik. Üfüqi xətt bizim olacaq ətəyimizin uzunluğu. Şaquli xətt isə qat xəttimiz olacaq. Parçanı 2 qat qatlayıb bu formada çertyoju üzərində çıxardacağıq. Demək, A nöqtəsindən B-yə doğru 19 sm, A-dan C-yə doğru 19 sm düşürük. Daha sonra A-dan mərkəzə doğru, D-yə doğru 19 sm düşürük və biz bel xəttini yarım dairə şəklində işarə edib tapırıq. Bu bizim ətəyimizin bel xəttidir. Daha sonra uzunluq bizdə nə qədər idi? 40 sm. B-dən, bax mən A-dan demirəm, deyirəm B-dən, D-dən və C-dən bu nöqtələrdən 40 sm düşürük aşağıya qədər. Alınan nöqtələri, yəni bunların arasından da xeyli
Məsəl üçün C ilə D-nin arasında bir neçə dəfə, D ilə B-nin arasında bir neçə dəfə də metrə ilə işarələyərək 40 sm tapırıq. Həmin nöqtələri yarımdairə şəklində birləşdiririk. Ətəyi deməli bel xəttini kəsirik və ətək xəttini kəsirik. Kəsəndən sonra biz onu açırıq və 2 ədəd bu formada birləşmiş bir lekal alınır. Bu bizim qat xəttimizdir. Yəni bu qat xətti kəsilməyən xəttdir. Biz lekalı kəsəndə sadəcə bu hissə açılacaq. Bu qat xətti isə olduğu kimi qalacaq. Əgər siz belə deyim, kəmərlə deyil də rezinlə hazırlamaq istəyirsinizsə, kloş ətəyi, onda məsəl üçün bel dairəsi götürmüsünüz 60. Tutaq ki, siz hazırlamaq istəyirsiniz rezinli bir kloş ətəyi, kəmərlə deyil, onda nə edirsiniz? Bel dairəsinin üzərinə boşluq payı, rahatlıq payı gəlirsiniz ki, rezinlə hazırlanan ətək əynə rahat daxil olsun. Mən sizə bunun belə deyim, ən rahat üsulunu deyim. Çanaq dairəsini ölçürsünüz. Çanaq dairəsindən 1-2 sm əlavə edib bel xəttini o qədər götürürsünüz. Məsəl üçün bel xətti 60 idi. Siz götürürsünüz çanaq xəttini burada. Məsəl üçün 80 sm. Əynə rahat girib çıxması üçün belə deyim. 80 sm götürürsünüz. Rezini də müştərinin, belə deyim, sifarişçinin üzərində ölçürsünüz və darta-darta bir hissəsinə yerləşdirirsiniz.